Kəbədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Mənim İrsim Danışır Respublika müsabiqəsi başa çatıb. Layihənin məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi mədəni irsi ilə yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdir. 600-dən çox iş təqdim olunubdur. Deməli, burada həm Bakı, həm regionların şagirdləri iştirak ediblər və ən yaxşı cəhət burada ondan ibarətdir ki, uşaqlar deməli bu tarixi abidələrlə öz milli kimliyini, mənəvi dəyərlərini formalaşdırmaqla yanaşı, bunların həm də incəsənətə keçirilməsi, yəni bunun incəsənət dili ilə təqdimatını verirlər və bu da uşaqlarda sosial-emosional bacarıqların inkişafı deməkdir ki, bu təhsilin bütün pillələrində, eyni zamanda ümumiyyətlə həyat boyu lazım olacaq bir məsələdir. Deməli, 600-dən çox işdən 60 ən yaxşı iş jüri tərəfindən qiymətləndirilibdir və burada həm regionlarda təmsil olunurlar və bu günləri onun final mərhələsi və mükafatlandırma məsələsidir. Müsabiqə çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə hazırladıqları işləri təqdim ediblər. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilib. Mehdiyabad qəsəbəsi Məmmədli kənd ərazisinə yaxındır və Yanardağa da çox yaxındır. Və mən ora getmişəm, onun dağ havası yəni çox gözəldir, möhtəşəmdir. Yəni mən buna görə onu hazırlamışam. Mənim layihəm Göyçay rayonunda Əbülfəzil Abbas məscidi idi. Mən onun təqdimatını və maketini düzəltmişdim. Olmuşsan o məscid? Bəli, mənim təqdimatım o məscidin içərisində gəzərək, onu təqdim eləyərək, divarlarının nəydən hazırlanmasından, onun haqqında bir çox məlumatlar verərək videoçaq hazırlamışdıq.